kəsir, meyxana adlanan kılandan kəsir. Ümumiyyətlə bütün Bakı məktəbi neçə ildir bizim məkandan kəsir. Neçə ildir bizim məkandan kəsir. Sən Bakıdan Abşakovu danışma. Süzün dalan bizim dalandan kəsir. Süzün dalan bizim dalandan kəsir. Bir Cəlalın xətrinə deymirəm mən. Bu babanın nökərdi xandan kəsir. Bu da babanın nökərdi xandan kəsir. Sən də karəsən, sən ustadların o vaxt sağlığında piyandan kəsir. O vaxt sağlığında piyandan kəsir. Mən Gülaqa ilə deyirəm səbəb var. Rəşad ilə Namiqdən asandan kəsir. Rəşad ilə Namiqdən asandan kəsir. Kim ki əgər obşu söhbət eləyir, sesli Mirzəlal həmin andan kəsir. Sesli Mirzəlal həmin andan kəsir. Gülağa yenə götürüb tüfəngin. Alnımın ortasını nişandan kəsir. Alnımın ortasını nişandan kəsir. Değerli izleyiciler, bildiğiniz gibi Gülay balamızı bir neçə ayda ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.